Salam, Ana Dil Akademiyasının dəyərli izləyiciləri. Bu günlərin Füzulini məni Candar usandırdı əsərləri ilə bağlı 12-ci və 13-cü sualların izahına baxacağam. Deməli, Məhəmməd Füzulinin məni candan usandırdı. Bədii əsərində aşiq, səbirsizdir, məşuqiyə qovuşacağına ümidi yoxdur. Səmimi, sədaqətli və cəfakeşdir. Bəli, 2-ni götürürük. Birinci misradan sona kimi ah naləsi şikayəti kəsilmir. Bəli, 2 ilə 3-ü də götürürük. Daha sonra heç vaxt usanmır, bezmir. Xeyr, elə biz görürük ki, ilk beytdə məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yanda ahımdan, muradın şəmi yanmazmı? O usanır, bezir, 4-ü götürmük. Səciyyəvi xüsusiyyətlərindən biri bitkin olmasıdır. Bəli, doğrudur. Deməli, düz cavabımız 2, 3 və 5. C variantı. Deməli, 12-ci sualda doğru cavab C variantıdır. Məni candan usandırdı və Leyli və Məcnun bədii əsəri üçün ortaq cəhət. Deməli, vəzni, bəhri, janrı, həyata əks etdirmə üsuluna görə növü, müəllifinin neyini olması. Bəli, birinci baxışaq müəllifinin neyini olması. Bəli, hər ikisinin müəllifi Məhəmməd Füzulidir. Ona görə 5-i götürürük. Deməli, məni candan usandırdı qəzəldir. Əruz vəzni rəməl bəhrindədir. Leyli və Məcnun isə əruz vəzninin həcəz bəhrindədir, poemadır və nəzmlə yazıb əlbəttə ki. Vəzni, hər ikisi əruz vəznindədir, biri götürürük. Bəhri, biri rəməldədir, biri həcəzdədir, 2-ni götürmürük. A, B variantı və hamısı olanı çıxırıq. E variantında çıxırıq. Deməli, janrı hər ikisi lirik növdədir, yəni janrı lirik janrdır. Bir də 5, 1, 3, 5 D variantı.